Şəkildə verilmiş orqan insan ürəyinin quruluşudur. Gəlin biz ürəyin quruluşuna nəzər salaq. Ümumiyyətlə insan ürəyi 4 kameralıdır. 2 qulaqcıq və 2 bədəndən ibarətdir. Ürəyimizin uşaqlar bu hissəsi sol hissəsi sayılır. Bu hissəsi isə sağ hissəsi sayılır. Nəyə görə? Çünki bu şəkildə verilmiş ürəyin eynə kəsiyi hesab olunur. Sol hissədə arterial qan olur, sağ hissədə isə venoz qan olur. Ümumiyyətlə ürəyimizin çəkisi insan öz yumruğu boyda olur. Bilirsiniz, ürəyin yuxarı enli hissəsi onun əsası adlanır, aşağı hissəsi onun zirvəsi adlanır. Ürəyin quruluşuna biz nəzər salsaq görərik ki, burada qulaqcıqlar və mədəciklər olur. Qulaqcıqlar daha yuxarıda yerləşir, mədəciklər isə aşağıda yerləşir. Sol qulaqcıq sol mədəcik, sağ qulaqcıq sağ mədəcik. Və yadda saxlayırsınız ki, qulaqcıqların əzəlli divarı mədəciklərdən daha nazik olur və ən ümumiyyətlə qalın hissə bizim sol mədəciyimizin divarıdır ki, fikir versəz bu hissəmiz daha qalındır. Mədəciklərlə qulaqcıqlar arasında qapaqlar yerləşir. Bu qapaqlar qanın bir istiqamətdə axmasını təmin edən qapaqlardır. Belə ki, sol qulaqcıqla sol mədəcik arasında 2 taylı qapaq yerləşir, taylı qapaq. Sağ qulaqcıqla sağ mədəcik arasında isə 3 taylı qapaq yerləşir. Mədəciklərlə damarlar arasında isə olur aypara qapaqlar yerləşmiş olur. Deməli, uşaqlar, qan taylı qapaqlar vasitəsilə bir istiqamətdə axır. Qulaqcıqdan mədəciyə doğru axır. Aypara qapaqlar vasitəsilə isə qan mədəcikdən birbaşa damara vurur. Ümumiyyətlə ürəyə 8 iri damar birləşir. Gəlin baxaq, bunlar hansı damarlardır? 8 damar birləşir. Bunlardan aorta damarı və ağciyər kötüyü. Bunlar qanı ürəkdən çıxaran damarlardır. Baxırsınız şəkildə də. Deməli, 2 damar qanı ürəkdən çıxaran damar sayılır. Və bu damarlardan biri arterial qan aparır, təmiz qan aparır. Biri isə çişli qan aparır. Deməli, bizim ürəyimiz 8 nəyi damar birləşdi. Bunların ikisi qanı ürəkdən çıxartdı. Hansılardır? Bunlar aorta damarı və ağciyər kötüyü. 6 damar isə qanı ürəyə gətirir. Bəs bunlar hansılardır? Yuxarı boş vena, aşağı boş vena, baxın bu hissə və 4 ədəd sağ və sol ağciyər venaları qanı ürəyə gətirir. Deməli, bizim 2 damarımız qanı ürəkdən çıxardan damarlar oldu. Hansılar oldu? Aorta və ağciyər kötüyü. 6-sı isə qanı ürəyə gətirən damarlar oldu. İndi gəlin biz baxaq görək, bu damarların neçəsində arterial qan olur, neçəsində venoz qan olur. Arterial qan o qana deyilir ki, orada oksigen miqdarı çoxdur, karbon qazının miqdarı azdır, yəni təmiz qandır. Aorta damarında uşaqlar və 4 ədəd ağciyər venasında, baxırsınız, burada 4 ədəd ağciyər venasında sağ-sol, bunlarda arterial qan daşınılır. Deməli, bizim 5 damarımızda arterial qan daşınılır. Hansılar oldu? 4 ədəd sağ və sol ağciyər venası və aorta damarında. 5 damarda arterial qan olur. Deməli, yuxarı boş vena, aşağı boş vena və ağciyər kötüyündə isə çişli qan olmuş olur. Deməli, 3 damarda olacaq bizim çişli qanımız, yəni venoz qanımız axarmış olacaqdır. 5 damarda isə olur arterial qan axmış olur. Bu oldu bizim ürəyimizin quruluşu. İndi baxırıq uşaqlar. Bu hissəyə ürəyin işinə nəzər salaq. Ümumiyyətlə ürəyimizin işi deyəndə ürəyin bir dəfə yığılıb açılması ürək döyünməsi.